Öz evində insan qəribçilik yaşayırdı. Deyir, Xanım Zəhra salamullahi əleyha şəhadətə yetəndən sonra Həzrət Əmir əl-Möminin əleyhissalam xanımı dəfn elədi, gəldi evə. Gecələri xanımın qəbrini ziyarətinə gedərdi. Amma günlərlə Xanım Zəhranın şəhadətindən sonra evdən bayıra çıxmadı. Yəni insanlara qaynayıb qarışmırdı. Xanım Zəhra şəhadətə yetəndən sonra neçə gün Həzrət Əmir əl-Möminin əleyhissalam evdən xaric olunur. Sevənləri, ətrafında olan bəzi barmaq sayı insanlar narahat olurlar ki, aya görəsən nə xəbər var, ağanın halı necədir, evdə vəziyyət necədir, neçə vaxtdır ki, küçədə, bacada, cəmaat içərisində görsən, necə xəbər tutaq Əlinin halından. Cəm olurlar bir yerdə, öz aralarından Əmmar Yasiri seçib göndərirlər ki, get Əli əleyhissalamdan bir xəbər gətir. Görək halı necədir, vəziyyəti necədir, müsibət daha çox çəkdi. Peyğəmbərin müsibətindən 3 gün sonra evdən bayıra çıxdı. Amma Fatimənin vəfatından, şəhadətindən sonra artıq neçə gün keçib, bu insan evdən bayıra çıxmır. Ey Əmmar, get bizə bir xəbər gətir. Əmmar Yasir gəlir Həzrət Əmir əl-Möminin əleyhissalamın qapısına. İndi siz təsəvvür edin də o qapıda nələr cərəyan edir, insan onu görəndə nələri xatırlayır. Ki, qapısına od vurublar, həmin o yanan qapı, Xanım Zəhranın məktəli olur, Muhsinin məktəli olur. Orada nələr cərəyan edir, insanın bir-bir zehnindən keçirlər. Əl-Qərəz, Əmmar Yasir qapını döyür, xadimə xaric olur. İcazə istəyir ki, Əmir əl-Möminindən icazə al, daxil olun, heç olmasa görüm onu. Həzrət icazə verir. Əli əleyhissalamın olduğu otağa yerə keçəndə onu bir halda gördüm ki, qəlbim tab eləmədi, ucadan ağlamağa başladı. Təsəvvür elə ki, Əmmar Yasir kimi bir şəxs, Peyğəmbər buyurur, başdan ayağa imandır. Yəni bunun səbri iman üçün nümunədir, bunun şükrü iman üçün nümunədir, bunun ibadəti, bunun nümunədir də, nümunəvi şəxsiyyətdir Əmmar ki, Peyğəmbər buyurur, başdan ayağa Əmmar imandır. Bu adam gəlir əzalı yanına, əzalı yanına gələn adamın da işi onun əzasına şərik olmaqdır, təskinlik verməkdir. Yəni ağlayana ağlama deməkdir da, yanında ağlayıb daha da onun ağrısını çoxaltmaq deyil. Təskinlik verən onun ağrı acısını yüngülləşdirməyə gəlir. Əmmar deyir, əlini elə bir halda gördüm ki, qəlbim tab eləmədi, ucadan ağlamağa başladım. Ucadan ağlamağa başladım. Təsəvvür elə o uşaqlar neçə gündür qapılarını açan bir nəfər yoxdur. İndi bir nəfər gəlib. Buna pənah gözündən baxırlar ki, bizim də qapımızı açan var. Baxırlar ki, bu da ağlayır, hönkürür, ağlayır. Bir özümü bir təhər cəmlədim. Hansı halda görür Əli əleyhissalamı? Deyir, gördüm ki, Həsən Əlinin sağ tərəfində. Oturub yerdə, İmam Həsən əleyhissalam sağ tərəfində, İmam Hüseyin əleyhissalam sol tərəfində, qızlarını da oturub dizlərinin üstündə analarına Fatiməyə əza tuturlar, ağlaşırlar. Təsəvvür elə bu mənzərəni kişi körpə uşaqlarını dizinin qucağında otuzturub, yanında otuzturub 4 dənə balaca uşaq anaları üçün matəm tutur. Deyir, Əlini bu halda gördüm, qəlbim tab eləmədi, ucadan ağlamağa başladım, özümü toxladım. Dedim, ya Əmir əl-Möminin, olar səndən bir söz soruşam, dedi əmmə, buyur. Dedim, ağa, İnnəkum təəmurunə bis-sabri aləl-musibə, fəmə hədəl-hüznət təvil.
Amma siz müsibət vaxtında səbirli olmağı əmr edirsiniz. Siz deyirsiniz ki, bir müsibət üz gətirəndə, bir itkimiz olanda, əzizimiz dünyasını dəyişəndə cəza eləməyin. Ucadan ağlamayın, müsibəti çox uzun, davamlı eləməyin, səbirli davranın. Allah səbrimizə görə savab verər. Ya Əmirəl-Möminin, neçə gün keçib Fatimənin şəhadətindən və hüznünün, müsibətinin bu qədər uzun çəkməyinin səbəbi nədir? Onda Həzrət Əmirəl-Möminin əleyhissalam buyurdu ki, Əmmar, İnnəl əzəə müslümən fəqəttuhu ləəziz. Mənim itirdiyim birinin müsibəti mənə çox ağırdır, çox çətin. Yəni, sən bilmirsən ki, mən kimi itirmişəm. Sən bilmirsən ki, dünyadan köçən şəxs kimdir. İnni fəqəttu Rəsulallah bi fəqdi Fatimə. Mən Fatiməni itirməklə Peyğəmbəri itirmişəm. Yəni, Peyğəmbərdən sonra nə vaxt Peyğəmbər üçün darıxırdım, Fatiməyə baxırdım. Onun cəmalında Peyğəmbərin cəmalını görürdüm. Yol gedirdi, elə bilirdim ki, Peyğəmbər, Aişə deyir ki, yer üzərində Peyğəmbərə Fatimədən çox bənzəyən biri yox idi. Yer işində, danışığında, cəmalında. Peyğəmbəri itirəndən sonra Fatiməyə baxanda Peyğəmbərin bir növ desək, təskinliyini tapırdım. Yol gedəndə Peyğəmbəri xatırlayırdım. Yerişi mənə Peyğəmbəri xatırladırdı. Danışığı mənə Peyğəmbəri xatırladırdı. İndi ki, Fatiməni də itirdim, mən Fatimə ilə birgə Peyğəmbəri itirmişəm. Həzrət buyurur, amma bilirsən Fatimənin müsibətlərinin içərisində mənə ən ağır, ən çətin olanı nə idi? İnnə ə'azəmə mə ləqitu min musibətihə. Onun müsibətləri içərisində gördüyüm ən əzəmətli, ən ağır, ən çətin şey. İnni ləmmə vəda'tuhə aləl-muqtəsəl vəcədtü zil'ən min əzla'ihə məksura. Ey Əmmar, elə ki, Fatiməni qoydum, qusul verəm, muxtəsəlin üzərinə qusul vermək üçün qoydum, onda bildim ki, qabırğalarından biri sınıb, və cəmbəhə qədisvəddə min darbissiyat və bədəni qamçıların zərbəsindən qaralmışdır.